Hə, köynələr. Bu cür nə gözəl bir iyun günündə, iyun ayının günündə evdə oturmaq düzgündür. Əlbəttə ki, adam harda olar? Bağda. Harda? Abşeron yarımadasının bağlarında. Daha dəqiq harda? Maşdağada. Mən də gəlmişəm və əziz qonaqları gözləyirəm. Hə, əsas manqalımızı xoda saldıq. Başladıq dana bastırmasından. Bax, belə. Bir də special quyruq, yəni ki, spets marinadla. İndi isə gəldi antrikotların sırası. Bax, belə quzu antrikotları. Bu da bizim bildirçimimiz. Pişirir özü içine, kızarır yavaş yavaş. Bəh, bəh, bəh. Bu da bizim bildirçin kebabımız. Düzlən fərəqət. Düzlən fərəqət. Bu da bizim balığımız. Biraz yapıştı rişotkaya. Ama ki çıxartdı bunu, bax, bu cür nə ləzzətli. Dadı aləmdir. Bir fasonuna baxmayın. Hə, köynələr. Keçmişdə bir xəlifə var idi. Adı Harun Ər-Rəşid idi. Harun Ər-Rəşid çox sevərdi ki, xalqın arasına çıxmaq, əhalinin ərazisinə çıxmaq. Ona görə o adi bir vətəndaş kimi giyinmiş bir halda gedib çıxardı əhali arasına. Yəni küçələri gezərdi, baxardı, görərdi nə var, nə yox, kim necə yaşayır, kim neynir, kim neynəmir, kim nə danışır əsas. Bunlara görə o tez-tez çıxardı el arası. Bir gün bu gedir, görür ki, ola bir küçələrin birində, bir dənə yerdə, hələ bil ki, bir dənə evdən belə şən səslər gəlir, yeyib içməklər sesi gəlir. Gəldi, ayaq saxladı, girdi həmin evə, qapını döydü. Qapını döydü, qapını açdılar bunun üçün, özünüz də bilirsiniz də o vaxtı, yəni Şərq dövlətlərində, nəinki o vaxt, elə həmişə Şərq dövlətlərində qonaqpərvərlik əsas bir hisslərdən biri olub. Bunu qonaq kimi qəbul etdilər, gəldi, oturdu, yedi, içdi, ev yesinə sual verir ki, ay qardaş, sən nə işlə məşğul olursan ki, belə bax, belə şən vaxt keçirdirsən. Ev yeyisi dedi ki, mən deyir, başmaq ustasıyam. Hər gün axşama kimi müəyyən qədər pul qazanıram. Məsələn, nə bilim, 3 dirhəm. 3 dirhəm də mənə tamamilə bəs eləyir ki, mən yeyim, içim, keyf eləyim də. Yəni, gedim, nə bilim, musiqisi çağırım evə, gedim yaxşı yeməklər alım götürüm. Özüm də bax, hələ bu ilə yaşayıram. Çünki hələ dünya deyir, ondan ibarətdir ki, hələ bugünkü günlə yaşay, bugünkü gündə keyf elə. Bu, həmən o kişinin düşüncəsi. Harun Ər-Rəşid belə baxır buna, deyir, nə yaxşı, lap əla. Gedir öz evinə, eşiyinə, öz sarayına, belə bir qərar qəbul edir ki, sabahsı gün elan edirlər hər yerdə ki, bundan sonra başmaqçılıq qadağan olsun. Üstündən bir-iki gün keçir, Harun Ər-Rəşid yenə düşür, gedir belə küçələri gezməyə. Gəlir həmən o kişinin evinə, gəlir onun yanına qonaq. Gör o, gənə həmin kişinin evindən səs-küy, nə bilim, keyf əhval, həmən o səslər gəlir. Girir qonaq. Gör o həmin şeydir. Bu yeyir, içir, nə bilim, musiqiçiləri, hər şey elə öz qaydasında. Deyir, biz yaxçı mən eşitmişəm ki, biz başmaqçıları ki, ləğv eləyiblər, zapret qoyublar, qadağa eləyiblər. Sən biz hansı yolla gənə də belə keyf eləyirsən? Deyir, evdən bir dənə köynə, bir dənə dolça tapdım, mis dolçalardan. Vurdum, deyir, onun belimə. Getdim, deyir, əsas meydana. Cəmaat gedir, gəlir, hava istidir, ərəb ölkələri, İraq ölkəsi, Bağdad şəhəri. Mən də, deyir, su satıram, deyir, cəmaata. Axşam, deyir, 2-3 dirhəm qazanıram. Gəlirəm, gənə belə otururam, deyir, yeyirəm, içirəm, keyf edirəm. Harun Ər-Rəşid baxır onun sifətinə, deyir, ay bərəkallah, lap yaxşı. Neysə, otururlar bir yerdə davam edirlər biraz da söhbətlərini. Sonra Harun Ər-Rəşid gedir,
Bir dənə qərar qəbul edir ki, bundan sonra sabahdan heç bir küçədə su satanlar day fəaliyyət göstərə bilməyəcəklər. Buna qadağan qoyur. Üstündən yenə də 1-2 gün keçir. Yenə də həmin Harun Ər-Rəşid gəlir həmin o kişinin evinə. Qapısını döyür, keçir içəri. Gör ada yenə buradan həmin səs-küy gəlir. Yenə də elə burada keyf gedir, polnum xodum. Yəni heç fikir verən yoxdur nə baş verir. Deyir ada, ay qardaş, pes yaxçı, mən axı su satmağa da qadağan qoydum. Öz üzərində deyirdi, yəni öz ürəyində. Necə olur ki, sən bu da burada gəl də həmin həyatı davam edirsən. Ax, mən eşitmişəm ki, Harun Ər-Rəşid su satmağa qadağan eləyib. Deyir, bilirsən nə var? Evdə deyir, nə bilim, həmin o dolça var idi, ya hansı ilə gəlib su satırdım ha. Fikirləşdim ki, deyir, 5 günlük dünya, 2 dənə də bu xadnoy. Gəl deyir, mən elə dolçanı satım, gəl də elə indi oturum yeyim, içim, keyf eləyim. Həmin bu dəqiqə sən gördüyün bu keyf, həmin deyir o dolçanın pulunadır. Gəl elə sən də deyir mənim qonağım ol. Harun baxdı belə, baxdı hələ. Dedi, ay qardaş, sən lap deyir daxisən ki, sən deyir dünya aləm deyir, heç vecivə də döyür. Neysə, indi Harun Ər-Rəşid, o boyda həlifə, Bağdadın həlifəsi, həmən o adama neynədi, neynəmədi, xahiş edirəm, şər bölməsində yazın. Bu qədər qəlbdən qəlbə. Bizdəki yedi içdik, necə deyərlər, yerimiz məlum, keyfimiz kök, indi gedəcək yatmağa. Gecəniz xeyrə qalsın.